Qardaşımın vəfatından sonra anamın səhhəti hər il biraz da geriləyib. Son vaxtlar isə vəziyyəti daha da pisləşib. Tez-tez tutmaları olur. Yeriməsi də çətinləşib. Publikaz xəbər verir ki, bunu aparıcı Aytən Səfərova sosial şəbəkədə anası ilə paylaşdığı videoda deyib. O daha sonra anası ilə bağlı duyğusal fikirlərini bölüşüb. Stat: Nadir hallarda anamın videosunu çəkirəm, çünki bunu çox da xoşlamır. Deyir ki, şagirdlərimdən utanıram, məni belə görməsinlər. Həmişə saçımı daramışam, üz-gözümə əl gəzdirmişəm ki, şagirdlərimin qarşısında səliqəli olum və onların xatirəsində gözəl qalım. Mən onunla fəxr edirəm. Ana, səni çox sevirəm, başımın tacısan. Mən anama borcluyam. Qəribçilikdə Rusiyada Sibirdə olarkən belə evdə rus dilində danışmağa icazə verməzdi. Deyirdi ki, canınız çıxsın, öz doğma dilinizdə danışın. Cəmiyyətdə hamı rus dilində danışanda belə biz evdə rusca danışanda anam sanki eşitmirdi. Deyirdi ki, sizin ana diliniz var, Azərbaycan dili. Bu dildə danışın. Anamın kitabları başımın üstündə dayanıb məni tənbih etməsi sayəsində bu gün mən Aytənəm. Anaları qoruyun. Bəzən böyüyəndən sonra iş güc qaça-qaç olur. Vaxt yoxdur. Sonra zəng edərəm deyirik və bəzən unuduruq. Amma ana və ata müqəddəsdir. İnsana valideyn bir dəfə verilir. Allah yaxşı valideynlərimizi qorusun. Ana, səni sevirəm. Analar xoşbəxt olsun. Dünyadan köçənlərin ruhu şad, həyatda olanların isə canı sağ olsun. Statın sonu.